İndi gəlin bir buna baxaq, buna cavab verək. Buradan benim sualım Akkor Dilqaradır, Mehmanadır, Qabilədir və başqalara. Siz orada Avropada yaşaya-yaşaya ən meşə Azərbaycanı müzakirə edirsiniz. Yaxşı, dövləti başa düşdüm. İndi Azərbaycanın xanımlarını niyə müzakirə edirsiniz? Biri deyir ki, Qodnisanovun qızı deyil, hörmətli xanım. O onu tanıyırdı. O birisi deyir ki, hörmətli xanımın 20 minlik sumkası var. O birisi nəysə başqa sözlər deyir. Ha vaxtdan Azərbaycan kişilərinə yaraşıb ki, kiminsə xanımını müzakirə eləsinlər. Birinci, ay anası Valik. Hakimiyyət bütün müxalifətin ailəsinə kaset qoya bilər, videosunu çəkə bilər, montaj eləyə bilər hakimiyyət. Erməniləri qol qandallı məhkəməyə yox, ermənilər məhkəmədə çay içə bilər, Azərbaycan qadınlarının, jurnalistlərin qoluna qandal vura bilər. Azərbaycan qadınlarının döşünü kəsən, qarnını yarıb, uşağını çıxardıb yerinə pişik balaları qoyub bağlayan Xaçaturyanı Erməniyə verə bilər. İlham Əliyev hər şey eləyə bilər də, bütün ailəmizə, hər birimizə Tərtər hadisələrində 3 yaşında uşaq, nə bilim, qarnında hamilə qadını zorlamağa qədər hər söhbətə gedər hakimiyyət. Hakimiyyət gedəndə haqlıdır, amma biz reallıqda İlhamın gəlini var qız olubdur. Əvvəlki ərini göstəririk. Ərdə oğlu Heydər Əliyevlə Dubaya gedib kayfa. Biz bunu deyəndə, həqiqəti deyəndə olmaz ha, Qafqaz kişisinə yaraşmaz ha. Bunun özü də bir təsdiq eləyir ki, bunun özü də İlham Əliyevin propagandacısı. Təsdiq eləyir ki, bəli, Alyona doğrudan da keçmişi pozğun olubdur. Baxın, kim çıxdı İlham tərəfdən hamısı təsdiq elər. Bax, burada 675 dənə troll yazıldı, bax. 675 dənə troll. Sən bomba olansan, sən düz deyilsən, sən Qafqaz kişisi belə 675 trollu töküb yazdırıblar. İndi deyirəm bura, ay trollar. Aj olun, kişi olun ha. Ananızı, bacınızı trasa koyun. Baboş olun. Ananızın, bacınızın, kızınızın, gəlininizin başını erməni üçün tutun. Troll olmayın ha. Polisləri də cəlb eləyiblər trolluğa. İndi də müəllimləri, həkimlərə, medsestrala qədər hamısı medsestrala, hamısını cəlb eləyiblər trolluğa. Təsəvvür edin. Əməliyyat apara bilmir, müəllim dərs keçə bilmir. Birazdan hesabat verəcəm, nə qədər qabilin altından nə yazmışam. Nə də düzəməli dərs keçir müəllim, nə həkim, medsestra, hamı işinin başında deyil, hamıya plan qoyublar, trolluq planı. Yazdıqlarını da göstərməlisən. Siz kimi tərifləyirsiniz ha? Baba gör neçə dəfə üzr istəyir ermənilərdən. Hər yerdə ermənilərdən üzr istəyən şərəfsizdir bu uğraş. Baxın burada ermənilərdən üzr istəyir. Baba, Kamran Ramzanov Arayikdən üzr istədi. Baxın. Ala. Baba. Burada altta da yazdır. Kamran Arayikdən üzr istədi. Baba alttan yazar. Bütün xalqlar ermənilərin altından keçir. Bax oradadır. Bu da təsdiq eləyir onu. Baxın ala. 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 Da uzatmaq istəmirəm, vaxt almaq istəmirəm, kuralları da tapdalamaq istəmirəm kuralları. Ala getdi növbəti üzr videosu. Ala. Извиняюсь, конечно, что я так сказал. Я приношу свои извинения. Bütün ermənilərdən üzr istəyir. Siz kimi dəstəkləyirsiniz hə? Hələ Gürcistandakı videonu axtarıram. Necə dizini atıb ermənilərin şeyini yalayır. Siz kimin yanındasınız yoksa Qəhbənin yanındasınız ha? Deyir ki kızın 20 minlik sumkası. O kız sıradan bir kız olsaydı onun sumkasına mən ilişsəydim köpək oğluydum. Mən Mübariz Mənsimovun kızının sumkası lap 150 minlik olsun. Ona bir söz desəm ağzım əylər mənim. Mübariz Mənsimov iş adamı da halal zəhmətindən alıbdır. Və yaxud İlqar Hacıyev olsun. Amma sənin o kız dediyin ərdən və bardan çıxandır. Azərbaycan dilində bir cümlə bilməyəndir. Və mənim aldığım məlumata görə ikinci uşağı erməni spermasından mayalayıbdır. Həmən o Alyona. Birinci uşaq da qarnında gəlibdir. Azərin Sevilin oğlu, Sevilin nəvəsidir. Mən bunu hamısı DNT testini elətdirəcəm. O 20 min mənim xalqımdan çıxıb o. Bütün o polisidir, prezidentdir, aparatdır. Hamısı xalqın vergisindən dolanır. Xalqın sərvətindən dolanır. Ay trollar, ay əcilaflar. Azərbaycanda bir polis, bir troll olmaqdansa ananın, bacının başını get Xaçaturyan üçün tut, onunla yaxşıdır. Bəstirinə, bunu müdafiə edirsə ermənilərə deyir, dizini atıb yerə ermənilərdən deyir, sifətə baxın ha, bunun qancul oxşayır. Baxın sifətə, cıncıq bitinə oxşayır, bax cıncıq bitinə, bax. Извиняюсь. Bakın. Группа Ватан 44. Armiyanski grupa. Пожалуйста, спасибо большое. Всем без тормозов. Ağlıydı. Hələ Gürcistandakı videonu axtarıram. O dəhşətli o. Baxsanız bunun əsəbinizdən yerinizdə duramayacaqsınız. Kişi olun qəhibə olmayın Siz o qədər trollluq edirsiniz, səhvələriniz bəlli, siyahınız bəlli. Mən sabah ölkənin başına gələcəyəm. Mən gəlməsəm də mənim istədiyim xalqın istədiyidir. Bir şərəfli adam gələcək. Sizi mən axtalamayacağım bunu. Ananızı ağlar qoymayacağım bunu.